İndi baxın, şəxsi və sosial məsuliyyəti cümlədə necə seçə bilərik? Burada yadda saxlayın ki, birinci, əgər cümlədə davranış qaydaları varsa, yəni cəmiyyətdə necə davranmalı olduğunu bilirsə, bu bir. Məsələn, tutaq ki, cəmiyyətdə deyir davranış sözü. Ümumiyyətlə, testdə oxuyursunuz ki, davranış qaydaları ilə bağlı davranış sözü var. Nə götürmüş oluruq? Şəxsi və sosial məsuliyyət. İkinci, könüllü yardım etmək varsa, baxın, başqasına yardım etmək, könüllü yardım etmək və yaxud da könüllü sözü var. Nə götürmüş olur? Şəxsi və sosial məsuliyyət. Baxın, nümunə gətirim. Tutaq ki, digər bağçanın maddi vəziyyəti yaxşı olmadığı üçün başqa bir bağça kitab toplayıb onlara hədiyyə verir. Nə götürəcəksiniz? Könüllü yardım etmək. Aha, nə olacaq indi? Şəxsi və sosial məsuliyyət. Niyə? Çünki yardım etmək var. Aydındır mı? Yardım etmək varsa, könüllü